Şəxsi köməkçi işi var yoldaşlar, şəxsi köməkçi işi var. Gəlin bu işdən sizə bəhs edeyim. Qeyd edelim ki, bu 1500 manatlıq bir civarda olan bir işdir, daha doğrusu. 1200-1500 manat aralığında dəyişir. Şəxsi assistent işidir. Elvi Kaspiyan LTD-dədir. Deməli, bu sizdən tələb eləyir Azərbaycan və ingilis dilini əla səviyyədə bilməyi. Rus dilini bilərsinizsə yaxşı olar, amma yəni əsas ingilis dili və Azərbaycan dilini yaxşı bilməlisiniz. Heç olmasa 2-3 illik iş təcrübəniz olmalıdır yoldaşlar. Şəxsi assistent və yaxud da icraçı assistent və yaxud da layihə koordinatoru və yaxud da bənzər sahələrdə təcrübəniz olmalıdır və ofis proqramlarını bilməlisiniz yoldaşlar. Və avtomatik proqramlaşdırma, belə deyim, alətlərlə, belə deyim, işləmə bacarığınız olmalıdır. Əla ünsiyyət qurma bacarığınız olmalıdır. Varsa, bu işə müraciət edə bilərsiniz. Bu işə də müraciət metodikasını çəkirsinizsə, əlaqə vasitəsi profildədir. Təkcə bu deyil, digər işlərlə də tanış olması, digər fərqli yerlərdə də, misal üçün, direktor köməkçisi işi var. Misal üçün, əzbərdən birini deyim. Misal üçün, Veysaloğlu şirkətlər qrupunda da var direktor köməkçisi işi və yaxud da digər şirkətlərdə də olmalıdır. Və yaxud da fərqli sahələrdə işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapma vasitəsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüz? Orada kanala daxil olun, Toğrul Əcəballı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.